Milli Məclisin deputatı Razi Nurullayev İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən peşəfəs tədbirində hörmətsizlik görüb. Bölgə TV xəbər verir ki, deputat bu barədə özü məlumat verib. O qeyd edib ki, İmişlidə keçirilən peşəfəs tədbirinə qatılıb və hörmətsizliklə qarşılaşıb. Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən peşəfəs tədbirinə qatıldım və ciddi hörmətsizliyi gördüm. Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ ki İcra Hakimiyyəti və Məşğulluq Agentliyi ayırd edə bilmirdi ki, məni kim dəvət edib. Yeri gəlində kimin dəvət etdiyinin dəxli də yoxdur. Deputat fiziki olaraq gözünüzün önündədir. Sizə başqa nə lazım idi? Deputat deyib ki, bu hərəkəti dövlətin ali orqanına qarşı hörmətsizlik hesab edir. Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb qarışdım. Amma unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq. Razi Nurullayev əlavə edib ki, onu görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşüblər. Məni görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşdülər və tədbir başlamazdan öncə məni bir neçə stendlə də tanış etdilər. Ümumiyyətlə, bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilirlər. Şəxsən mənim buna ehtiyacım da yoxdur. Çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir. Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. Mənim xoşum gəlməyən məmurlar da var. İçərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var. Amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqətdə göstərirəm. Çünki onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram, deyə deputat bildirib. Rəna Rövşənqızı, BTV.